Hər bir qadının ana olmaq ən böyük arzusudur. Sağlam hamiləlik üçün nələrə diqqət etməliyik? Hamiləlikdən öncə ilk 3 ay müddətində B9 vitamini, yəni fol turşusu qəbulunu mütləq qaydada etməyiniz məsləhətdir. Yəni gün ərzində 400 mg, yəni bir tablet şəklində fol turşusu içməyiniz gələcəkdə sizi daha bir sağlam hamiləlik keçirməyinizə yol açar. Bununla bərabər hamiləlikdən öncə balanslaşdırılmış qida, əsasən də tərkibində zülallar çox olan, yəni proteinlə zəngin qidalanmanız sizin gələcəkdə doğulacaq körpənizin sağlam şəkildə ana bətnində böyüməsinə kömək edər. Su qəbulu orqanizma üçün çox önəmlidir. Həmçinin gələcək analar üçün gün ərzində 1,5-2 litr su içməyiniz də bu da sizin sağlamlığınız açısından önəmli. Bununla bərabər hamiləlikdən öncə idman, əsasən də belə xanımlara mən yoga, yürüyüş, su idman növlərindən istifadə etməklərini məsləhət görürəm. Əziz xanımlar, hamiləliyinizin sağlam keçməyi sizin öz əlinizdədir.